Selamun Aleyküm. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, 20 yanvar 33 il bundan qabaq Azərbaycan xalqının müstəqilliyinə qarşı genosid bir aparılmış siyasət idi və SSR imperiyası maksimum dərəcədə çalışırdı ki, onun tabiçiliyində olan 15 müttəfiq respublika, o cümlədən də Azərbaycan Respublikası heç vaxt müstəqil olmasın və bunun qarşısına almaq üçün o zaman SSR-nin birinci katibi olan Mikhail Sergeyeviç Gorbaçov və SSR Müdafiə Naziri Yazov bircə qərar qəbul edərək Azərbaycan paytaxtı Bakı şəhərinə ordu yürütdülər və nəticədə Azərbaycan xalqına qarşı soyqırım və genosid siyasət apardılar. Nəticədə Azərbaycan xalqının dəyərli, mənəvi keyfiyyətləri həddindən artıq yüksək olan qorxmaz və cəsur balalarını tankların altında, avtomat silahların altında əzdilər. Və bununla da göstərmək istədilər ki, SSR imperiyası yaşayacaq və Azərbaycan heç vaxt müstəqil olmayacaq. Amma bu qəhrəmanlığın nəticəsi olaraq davamı oldu və bunun 20 yanvar hadisələrindən sonra bildiyiniz kimi Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı sərhədlər götürüldü. Azərbaycan artıq öz haqq və hüquqlarını tələb etmək üçün hökumət evinin qabağındakı Azadlıq meydanına yürüyüş yaptı və oturaq mitinqə keçdi. Bununla da Azərbaycanın müstəqilliyinin əsası qoyuldu 20 yanvarda. Azərbaycan xalqının qan yaddaşında heç vaxt 20 yanvar hadisəsi, faciəsi silinməyəcək. Bu bizim milli mənəvi dəyərlərimizin məcmuasıdır. Bu bizim qan yaddaşımızın hər zaman təzələnməsi tarixidir. 20 yanvar dedikdə Azərbaycanın müstəqillik tarixi məhz bu tarixdən başlayır. Azərbaycan xalqının cəsurluğunun, mərdliyinin, igidliyinin, qorxmazlığının, imperiya qarşı üsyanının və onun qarşısında dayanmağının tarixi simvoludur. Mənəvi simvoludur və müharibə simvoludur.